Demək olar, dillər əzbəri olub. Kaizen fəlsəfəsini tətbiq etmək lazımdır. Nədir Kaizen? Yəni, Kai change, dəyişmək, Zen good, yəni yaxşı. Yəni, davamlı olaraq yaxşıya doğru dəyişmək lazımdır. Fabrika rəhbəri belə, fəhlə belə, operator belə, oradakı işçi belə, hər kəs bir təklif həyata keçirilməlidir. Burada sizdən tələb olunmur ki, siz burada böyük bir layihədəsiniz, böyük bir proje edəsiniz ki, mən bunu müəssisəyə bu qədər xeyir verir. Elə bir şey tələb olunmur. Kiçik bir təkmilləşdirmələr belə, xırda bir təkmilləşdirmələr belə addım sizi mükəmməlliyə doğru gətirib çıxardır. Biz bayaqdan israfdan danışdıq, dəyərdən danışdıq. Necə tapaq bunları? Necə çıxardaq üzə? Onun üçün də metod tətbiq edir. Bu metod nədir? VCM deyirik buna. Yəni Value Stream Mapping, dəyər axış xəritəsi. Biz nə edirik burada? Müştəridən ta tədarükçüyə qədər bütün prosesi sondan geriyə doğru tək-tək hansı proseslərdən keçir, onları analiz etməyə başlayırıq və tərsdən getdiyimiz üçün axı sual çıxır, bundan əvvəlki nə idi deyə oradakı itkilərimizi görməyə başlayırıq. Ona görə də biz bir prosesi neçə saniyə, neçə dəqiqəyə, circle time'ları, tak time'larını, proses time'larını, down time'larını hamısını tək-tək təsbit etməyə başlayırıq və bunları biz deyirik ki, necə yaxşılaşdıra bilərik. Necə yaxşılaşdıranda artıq nə ağlımıza gəlir? Ondan öncəki Kaizen ağlımıza gəlir. İsrafları aradan qaldıra bilmək, dəyər yarada bilmək üçün, keyfiyyəti yüksəldə bilməyimiz üçün, istehsalatı təkmilləşdirə bilməyimiz üçün, dəyər axış xəritəsindəki darbağazları tapıb təkmilləşdirə bilməyimiz üçün nə ehtiyacımız var? Yenə Kaizen ehtiyacımız var. Nə etməliyik? Hər birimiz, hər bir müəssisə olaraq, işçi olaraq da təkliflər həyata sürməliyik, inkişaf etməliyik.